Fars şovinizminin ve kimliğinin formalaşmasında birinci dereceli rol oynayan bir qaynaqdır. Təbrizli Əli rəhmətlik öz əsərində deyir ki, bax, şahlıqla bağlı hər şey götürüldü, aradan aparıldı. Amma Şahnamənin müəllifi və Şahnamə əsəri qaldı inqilabdan sonra xüsusən o monarxiyanı andıran, monarxiyadan bəhs edən hər şeyin kökü qazıldı. Amma Firdevsinin o heykəli qaldı. Şahnamə qaldı. Qaldı nədir? Yəni öyrədildi. Çünki bir daha təkrar olaraq deyək, Fars şovinizminin məhz elə orta əsrlərdən gələn, o təəssübü də keçən, yəni öz dəyərlərinə təəssüb hissi anlaşılandır, normaldır. Amma başqasına, başqa qövmlərə, başqa xalqlara düşmən hissi üzərindən deməli o yaranan bir təəssüb bu ziyanlıdır. Bunu da bizim o böyüklərimiz, Güneydən olan böyüklərimiz daim deyiblər. Tək Təbrizli Əli deyil, digərləri də bunu deyiblər. İndi, gəlirəm o məsələyə. Baxın, Salmas kiçik bir yerdir. Urmiyanın yanındadır və mərkəzi meydanında Firdevsinin heykəlinin götürülməsi İranı ayağa qaldırır. Bütün İran. Və Fars şovinizmi o zaman o qədər qəzəbləndi ki, yəni belə bir hadisəni gözləmirdi. Amma bu eyni zamanda bizim də çox diqqətimizi çəkən bir hadisə olmalı idi. Bilmirəm, bizim izləyicilərimiz o hadisələri xatırlayırmı? Və həmin adamları həbsə atdılar, çox böyük bir təzyiq göstərdilər. Amma bu bir simvolik bir hadisə idi. Və o hadisədən sonra da milli hərəkət genişlənir. Milli hərəkət deməli özünə yeni yollar axtarır. Və Doktor Pezeşkiyanın o prezident seçilməyi, bunun özü də bir hadisədir. Və onun o Bakıya səfəri məsələsi də xəbər də çıxdı. O da məncə bizim izləyicilərin diqqətini çəkəcək bir məsələdir. Qonşu ölkələrin başçılarının, prezidentlərinin bir-birinə səfər etməsi normal bir haldır. Yəni sıradan bir hadisədir. Tez-tez onlar səfər edirlər, qarşılıqlı bu maraqlara aid olan məsələləri müzakirə edirlər, bəzən hətta o yerindəcə ilə həll olunur. Bu dövlət səfəridir. Dövlət səfəri demək nədir? Yəni hökumətin əlaqədar nazirliklərinin başında duran şəxslərlə bir yerdə prezident gələcək və burada çox məsələlər müzakirə olunacaq. Bilmirəm, proqram elan olunub yoxsa yox. Xarici İşlər Nazirliyi elə bil ki, dedi, bu sərhəddə o körpü filan məsələləri də var. Şimal-Cənub o koridoru məsələsi çoxdanki bir məsələdir, strateji bir məsələdir. Rusiyanın və İranın çox istədiyi bir məsələdir. Bunlar da müzakirə olunacaq. Bunlar günlük məsələlərdir, rutin işlərdir və nə qədər tez və həll olunsa əlbəttə ki, yaxşıdır. Amma diqqəti cəlb edən bir məsələ var. Baxın, biz dəfələrlə bu mövzunu danışmışıq sizlə. Bəli. Və demişik ki, bu radikalizm siyasətçilər üçün cahillikdir. Ya da maksimalizm deyək ki, radikalizm deməyək, maksimalizm. Bu, deyək ki, gəlib farsça danışanda bizim bəzi adamlarımız deyəcək ki, bu axı Azərbaycanlı idi. Bu niyə farsça danışır? Məsələn, ondadır ki, dırnaqda deyirəm təbii o Azərbaycanlı sözündə. Çünki adam özünə türk deyir, bunlar tərcümə eləyib deyirlər ki, yox, bu Azərbaycanlıdır. Amma çox vaxt əlbəttə farsça danışacaq. Əlbəttə arada yenə də o şirin ləhcəsi ilə, o şirin dili ilə Heydər Babadan və yaxud da bizim digər şairlərdən bir gözəl o seçmələr veriləcək. Yadınıza gəlir, mən onu heç vaxt unuda bilmirəm, o
çıxışı Heydər Babadan deyir. Ne dedi? İgid əmək itirməz. Ben de dedi sizi unutmadım. Ve salon yadınıza gelir mi? Necə ona hərarətlə ona cevap verdi. İgid əmək itirməz bu Şəhriyar'a ait olan sözlerdi. Ama dedi ben de sizi hiç vaxt unutmadım sizleri. Bakın bak bu önemlidir. Adam deyir ki unutmadım verdiğim vədləri. Ama beni de anlayın. Yani bu 1925'ten bu yana ve 150 tamam olur. İran devleti Fars devleti karakteri aldı. Yani Qacarlar devleti Qacar devletiydi ve ona Türk devleti tam demek de doğru değil. Çünkü iki xalqın ve diğerlerinin de temsil olunduğu bir devletiydi. Ama 25-ci ildə əlbəttə Türklər də təmsil olunmuşdu. Ama xarakter baxımından, ideologiya baxımından, mahiyyət baxımından Fars dövləti yarandı ve bugün de devam ediyor. Ve onun başında da bir Türktür. Sıradan Türk değil, Türk kimliği platformunda hakimiyete prezident seçilmiş bir şəxsdir.